kanalımıza ve yeni videomuza hoş geldiniz. İnşallah ki her biriniz çok yaxşısınız. Bugün Temu məşhur körpə üçün elədiyim alışverişlərini istəyirəm sizinlə bölüşüm. Hamısını Temudan vurmuşam. Biraz çox şey vurmuşam. Ona görə keçək videoya. Məncə bu çox uzun bir video olacaq. Onun için iki part çekeceğim. Yine birinci çekeceğim. Ben birinci bundan başlayalım. Hamısına özüm açıp bakmışam. Sadece neçə dənə vurmuşam. Onların hamısının gəlməyini gözləyirdim. Ona görə belə paketdə deyil, amma göstərəcəm. Başlayaq bu şirinlərdən. Temu bu aralar çox mənə indirim verdi doğrudan. Kredit qaytar olsun, Klam kredit olsun, 90% indirimler olsun ve bir tane de kupon vardı, 90 manat 45 manat kupon, yani 90 manatlıq alışveriş yerdin ama 45 manat ödürdün yarı yarıya. Klam kredit de onun kimi, yani məsəl üçün 90 manatlıq alışveriş edirdin, onun 50 manatı sənə qaydırdı. Bu da çok güzel bir şeydi. Sonra ben onları dövrə eləyirdim. Bu toplamda bunlara çok az məbləğdə pul ödəmişəm. Hamısını çünkü endirimden vurmuşam. Böyle ilk siparişimiz 2 tane böyle balaca maskələr vurmuşam. Bir tane bunlar şirinliğine bakın. Görün ne güzeldiler. Çok şirindi. Bunun bir tanesi de var. Ama bilmiyorum hangi taraftadır. Olanda gösteririm. Yavaş yavaş gidelim. 2 tane belə maske vurmuşam. Bu 2 manat neçə qəpik edirdi ikisi. Sonra paltar çox vurmamışam. 3-4 dəst vurmuşam. Başqa heçinə vurmamışam. Sonra belə bir minnoş tulum vurmuşam. Amma böyük vurmuşam. Bunlar 3-6 aydı. Yəni biraz qolludur. Yay ayına düşmür. Belə payızda havalar biraz serinlənəndə giyinmək üçün. Burada da belə şeyləri var. İpləri. İplərini belə bağlayırsınız. Belə çox şirin, minnoş, belə tulumdur. Daha sonra müslüm bezlər. Bilirsiniz ki, onlar çox istifadə olunur. İsmail'də mən Sədərəkdən almışdım, amma burada çox ucuzuydu. 2 dənəsinə 5 manat vermişəm, o qədər, o dərəcədə. Baxın, həm də bu biraz qalındır. Baxın belə materialını da sizə göstərim. Yumuşaq müslüm bezlərdir. Belə biri belədir. Üzərində ayı var. Biri də belədir. Göstərim. Bunun üzerinde koalalar var. Çok şirindiler, çok beğendim. Çok o kadar güzeldiler ki materiallar olsun falan çok qəşəngdir. Daha sonra ben bir maskeni de göstereyim. Bir tane maske vurmuşam. İnanırsınız evde maskenin yeri yoktu. Sadece şirin oldu. Bu da böyle filli maskedir. Çok iyiydi, çok şirindi, çok minnoşdu, çok hoşum geldi. Doğrudan hələ heç bir sifarişim pis gəlmədi. Hamısı çox qəşəng gəldi və diqqət elədim ki 100% pambıq olsun və hamısını pambıq vurmuşam. Demək olar ki heç nə yoxdur pambıqsız. Sonra belə bir yenə dəstdir, belə bir papağıdır. Belə bir tulumu var. Üstünde zebra. Çok güzeldi. Bu da 3-6 vurmuşam. Bu biraz qalındır. Yani dediğim gibi payız tərəfi. Və bir tane de belə adyalı var özünün. Burada da belə keçirmək, başına qoymaq üçün belə adyalıdır. Çox qəşəng, sərin. Əsl yay adyalı. Qəşəng yayda üstünə örtmək üçün, yəni bir yerə gedəndə, məsələn xəstəxana çıxışında bu adyalı istifadə edəcəm. Çünki tam sırf xəstəxana çıxışı üçündür. Yəni çox nə qalın deyil, nə çox nazik deyil, çox gözəldir. Bu da belə bir dəstdir. Bu da üçü bir yerdə 14 manat idi. Çox sərfəlidir. Bu oyuncaq. Bir dənə də belə oyuncaq vurmuşam. Az adını demiştim. Körpəmin ilk oyuncağı fildi.
Ona çalışmışam filli şeylər çox vururum, amma ancaq ayı falan vurmuşam. Sonra bu tutarıq. Sonra bir dənə belə şey vurmuşam. Görürsünüz, bu ananın əlidir, bu da uşaqların əlidir. Xəstəxanada uşaqların biləklərinə taxırlar, doğulanda çəkisi falan, onları qoymaq üçün belə bir şeydir, saxlama taxtası. Bura yapışdırırsınız onları, belə keçirdirsiniz, çox qəşəng, minnoş. Məndə İsmail'inki durur, inşallah bu körpəmdə də vuracağım, qalsın burada, yadigar. Sonra bir dənə də belə uşağın ıvır zıvırlarını falan yığmaq üçün belə sifariş eləmişəm. Bu çox əlimə tutdu. İsmail'də də var idi, amma İsmail'də çox köhnəldi, çox işləndi. Onun üçün belə içəridə də bölmələri var. Baxın, cırt-cırtla da istədiyiniz kimi ayarlaya bilirsiniz. Belə də qulpu var, istəsəz qulpunu da taxırsınız. Necə deyim, baxın, göstərim sizə. Bu da çox ucuz idi, 5 manat falan idi. O da İsmail'də biz ala bilməmişdik. Qaynanam özü tikmişdi, getmişdik, parçasını falan almışdıq. Qaynanam özü tikmişdi. Baxın, gördünüz. Bu da yenə cırt-cırtdır. İstədiyiniz qədər ayarlaya bilirsiniz. Göstərim, hər ehtimala qarşı. Baxın, belə. Bu da belə. İki tərəfli də olur. Baxın, belə. Bütün hər şeyini, bezlərini, corablarını, darağını falan hamısını burada belə gözləri var. Hamısını qəşəng yığırsınız içinə, səliqəli olur. Heç nəyə ortalıqda qalmır, demək olar ki. Onu da çox bəyəndim. Sonra keçələ əlimə bu gəldi. Bu deməli, nə vurmuşam? Kenguru vurmuşuq özüm əliyə. Bilirsiniz ki, İsmail artıq bağçaya başlayıb. Onun üçün İsmail'i bağçaya aparıb gətirməkdə istəyirəm ki, o bir körpənimlə də gedim gəlim. Onun üçün bir dənə belə kenguru sifariş eləmişəm. Baxın, belə. Bunu indi ayarlayırsınız da, yəni belə taxırsınız. Burada da aşağı tərəfdə də yenə belə yerləri var. Bunları belə keçirdirsiniz belinizə. Bunu da belə qollarınızı keçirdirsiniz. Belə kengurudur. İndi mən vura bilmirəm. Bir də bunun, baxın, bir özəlliyi var. Belə papağı var. Yəni ki, qışda falan olanda uşağın başına qoymaq üçün, yəni yağış falan yağanda uşağın başına yağış dəyməsin. Bu da belə istəyirsiniz çıxardın, istəyirsiniz taxın. Belə istədiyiniz kimi ayarlaya bilirsiniz. Belə. Yəni üzü əslində yayda doğulacaq iyul ayında, amma üzü qışa gedəcək deyə ona görə biraz qalın bir şeylər axtardım ki, qalın olsun. Baxın, içərisində belə oturmaq üçün yeri də var. Çox qəşəng materialı var, çox belə bərkdir. Çox belə həm yumuşaqdır. Şey falan, baxın, ortopedikdir. Yəni uşağın belini falan ağrıtmayacaq. Məncə çox gözəl icaddır. İsmail'də almaq istəmişdim, ala bilməmişdim. Ürəyimdə qalmışdı, bunu da aldım. Belə. Sonra bir dənə də çanta sifariş elədim. Yenə onun takımıdır. Ona uyğun renkdə vurdum. İsmail'in var idi belə çantası, İsmail üçün almışdım, amma o yaxşı deyildi, kalitəsi pis idi, çox nazik idi, içi falan oyuldu, töküldü. Onun üçün istədim bir dənə də vuram, artıq iki uşaqlı ana olaraq biraz dərin, baxın, belə çoxlu cibləri var içində və çox dərindir və burada da cibi var. Burada da uşağın butulkalarını falan koymaq üçün, isti saxlamaq üçün hətta yerdə belə var. Bu da dediyim kimi çox gözəl. Bunu da, yəni aldıqlarımın heç birini çox bahalı qiymətə almamışam. Məsələn, bunu 15 manat vermişəm. Endirimliydi mən alanda. Belə qutları da var. İstəsəz kaleskadan asmaq üçün yerləri falan da var. Belə. Mən çox bəyəndim sifarişlərimi. İnşallah siz də bəyənirsiniz, sizə yararlı olar. İstəsəniz yorumlara
qoyaram linklərini. Oradan istədiyiniz məhsulu ala bilərsiniz. Sadəcə biraz endirimli məhsulları gözləyin. Endirimə düşür çünki məhsullar tez-tez. Məsələn, bunun öz qiyməti 25 manatdır, amma endirimə düşmüşdü. Özü endirim vermişdi. Temu özü 15 manata salmışdı endirimə. Mən də belə vurdum. Claim kreditlə də vurdum. Vəbşi ucuz gəldi mənə. Demək olar ki. Bir də bu. Deyəcəksiniz, alsı harada sevsə şeylər var, onları alıb. Bu bilirsiniz nədir? Bu uşağı əmzdirəndə belə qolunuzu taxırsınız ki, uşağın qolu, uşağın başı daha doğrusu ağrımasın sizin qolunuzu. O vaxt İsmaildə mən çox vəziyyət çəkim. Burada parça falan qatlayıb qoyurdum İsmailin başına. Özü İsmaildə çox tərləyən uşaq idi onun üçün. Bu da belə yumuşaq. Qola keçirirsiniz. Baxın, sesi belədir. 200'ü də istifadə eləmək olur. Belə də istifadə eləmək olur. Burası da yumuşaqdır. Belə də istifadə eləmək olur. İndi siz necə istifadə eləmək istəsəniz ona baxır. Yastıq, qol yastıq. Uşağın başı əzilməsin deyə qolunuza taxırsınız. Əmzdirəndə ki, başı ağrımasın. Nəsə belə bir şeydir. Bu da çox münasib qiymətə idi. Sonra belə ağız dəsmalları aldım 8 dənəli. Birini göstərim sizə. Baxın belə. Bilirsiniz ki, uşağın ağzı təzə doğulanda bunlar çox istifadə olunur ağzını falan silmək üçün. Onun üçün belə bir şey aldım. 8 dənə də. Bu da çox qəşəngdir. 100% pamukdur hamısı. Belə rənglərini də sizə yaxından göstərim. Baxın belədir. Sadə şeylər seçmişəm. Umarım siz də bəyənərsiniz. Sonra nəyə başlayayım? Sonra belə bir adyal almışam. Bu da yine yay adyalı kimi keçir. Baxın, bu tərəfi müslindir. Müslin bezdir. Gördüyünüz kimi. Bu tərəfi də belə yorğandır. İki tərəfli istifadə etmək üçün. Çox qalın deyil, amma çox nazik də deyil. Əsl belə payıza falan dönəndə istifadə etməyi çox gözəl bir adyaldır. Bunu da çox münasib qiymətə aldım.